Subay oğlanam, bu qızın da həyatında başa düşdüyüm qədər heç kim yoxdur. Məsləhət deyil də, başa düşmürsən sən. Bu qədər şey tökmüşdüm də ora. Ona görə 2 gündür Yaşar özünə gələ bilmirəm. Görməmişdi də Yaşar. Başladı hop 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 hamısını yeməyə. Nə olur? Mənə pis davranıb məni qovursan, neyniyim mən? Sən oyun oynamaq istəyirsən, hə məndən? Gittim müdürlə danışım ki, səni yenidən iş alsın. Amma orada sənin haqqında heç yaxşı danışmırlar. Oo, mənim gözəl qardaşım. Bilirsən, hə? Sən axırın zəf olsun mənə yanında görürəm. Tural, nə olar, xahiş edirəm. Bəlkə sən gəlib dilə tutasan, aparaq həkimə. Gəlib sənə belə sözlər deyəndə adamın bütün həyatı yerlə yeksan olur. Mən necə bağışlayacağım? Deyilən sözlər elə asan unudulmur. Sən bu qız məsələsini bir dəfəlik ağlından çıxardarsan. Elə mən də tam bu barədə danışmaq istəyirdim. Mənim üçün içliyə getdi. Bu bizim bildiyimiz qida zəhərlənməsi deyil. Yaşar bəy, sizi zəhərləyiblər. Xəyanət 19 may saat 22-də Xəzərdə.